İşğaldan azad olunmuş ərazilərdə daha bir qrup sakin üçün özünü məşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu dəfə Ağdam, Xocalı, Laçın, Ağdərə rayonları və Şuşa şəhərində 15 sakinə özünü məşğulluq proqramı çərçivəsində mal və materiallar təqdim edib. Verilmiş aktivlər hesabına sakinlər qoyunçuluq, maldarlıq təsərrüfatı, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadın gözəllik salonu, kiçik foto ateliye və digər istiqamətlər üzrə kiçik bizneslərini yaradıblar. Böyük qayıdış proqramı çərçivəsində doğma yurtlarına köçürülmüş sakinlərdən özünü məşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları qurulan şəxslərin sayı artıq 460-a çatıb. Dövlət Məşğulluq Agentliyi tərəfindən Xocalıda məskunlaşmış sakinlərimizə özünü məşğulluq proqramı çərçivəsində müxtəlif sahələr üzrə aktivlərin təmin edilməsi mərasimi həyata keçirdik və bu mərasimdə biz ondan çox vətəndaşımıza aktivlərin verilməsini təmin etdik. Heyvanla məni təmin elədilər. Heyvanla baxdım, sağlığına, hamısı qaydasındadır, heç bir problemi yoxdur. Təsərrüfatla məşğul olmaq üçün südü ilə, pendiri ilə, satışı ilə özümü dolandırmaq üçün istifadə eləmək istəyirəm. Təsərrüfatımı artırmaq istəyirəm, artırmaq üçün məşğul olmaq istəyirəm. Bu günləri yığışdıq, özünə məşğulluq çərçivəsində müraciət etmişdik. Avadanlıqla bağlı, kötançılıqla bağlı yığışmışdıq.